İnsanın ləzzətə çatmasının bircə yolu var. İnsanın təkəbbürünün sınması. İnsanın bütün xoşbəxtlikdən məhrum eləyən, ləzzətlərdən məhrum eləyən, içində olan mənəmdir. Nə qədər bu var, həyat acıdır. Bu mənəm var, təkəbbür. Bu varsa biz bu həyatda gün görməyəcəyik, xoş gün görməyəcəyik. Təkəbbürün sınmasıdır insanın ləzzətinin yolu. Bu da iki yolla olur. İki yolla, ya itayətlə, baş üstə deməklə, ya da tövbə ilə. Hər ikisində sınmaq var. Sınmağın yeganə müsbət gözəl forması budur. İnkisar deyirlər buna. Qırılmaq. Allahdan ləzzət almağın başqa yolu yoxdur. İnsan sınmalıdır. Bu müsbət sınmaqdır. Sınmağın bir dənə müsbət yeri Allahın qabağında sınmaqdır. Başqa yerdə heç deyir ki, bu qədər də baş əyməyə haqqın yoxdur kiminsə qabağında. O zəlillikdir. Kiminsə qarşısında əzilmək, əyilmək yox. Allah elə bir varlıqdır ki, ucalığın yolunu özünə təvazu eləməyə də qoyub. Bu insanın zatı belədir, zatı, batini belədir, həqiqəti belədir.